Musa peyğəmbər bir gün öz tayfasının arasında idi. Birdən ondan soruşuldu. Ey Allahın elçisi, yer üzündə səndən bilikli insan varmı? Musa belə bir adamın olmadığını söylədikdə, Rəbbi buna görə onu qınadı. Çünki Musa verilən sualın cavabında Bu haqda bilgi yalnız Allaha məxsusdur deməli idi. Elə bu zaman Allahdan Musaya bir nida gəldi. Ey Musa, elm böyük bir nemətdir. Onu bir nəfər öyrənə bilməz. Səndən də artıq biliyi olan bir nəfər var. Musa o kəsin kim olduğunu soruşduqda Allah buyurdu. İki dənizin qovuşduğu yerdə o bilikli adamla görüşəcəksən. Zəmbilə bir balıq qoyub ora apar. Balığı itirdiyin yerdə bilik verilmiş kəsi tapacaqsan. Beləcə Musa zəmbilin içinə bir balıq qoyub, xidmətçisi Yuşa bin Nunla səfərə çıxdı. Bir qayanın yanına çatdıqda onları yuxu tutdu. Elə bu vaxt yağış yağdı, zəmbildəki balıq dirilib dənizə düşdü. Onlar yuxudan ayılıb, gecənin qalan hissəsini və bütün günü yol getdilər. Ertəsi gün səhər Musa öz xidmətçisinə "Biz öz səfərimizdə lap əldən düşdük. Nahar yeməyimizi gətir," dedi. Xidmətçisi Gördünmü? Biz qayaya sığındığımız zaman mən balığı unutdum. Onu xatırlamağı mənə məhz şeytan unutturdu. O da qeyri-adi bir şəkildə dənizə girib getmişdir. Musa axtardığı yerin qayanın yanı olduğunu anladı. Onlar öz ləpirləri ilə geri qayıtdılar. Həmin yerə çatdıqda orada nurani bir kişi gördülər. Musa kişiyə salam verdi. O dedi: Sən İsrail oğullarının peyğəmbəri Musasan? Musa: Bəli, dedi. Musa qarşısındakının həmin o bilikli şəxs Xızır olduğunu artıq anlamışdı. Musa Xızıra: Mənə bildiklərini öyrət. Səninlə bərabər yol getməyimə icazə ver. Doğrusu, sən mənim yanımda səbr edə bilməzsən. Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbr edə bilərsən? Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma. Söylədi. Musa: İnşallah sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam. Beləcə Musa ilə Xızır yola düşdülər. Gəmiləri olmadığı üçün onlar dənizin sahili ilə piyada getməyə başladılar. Birdən bir gəmiyə rast gəldilər. Gəmidəkilərdən onları da gəmiyə götürmələrini xahiş etdilər. Gəmi ilə getdikləri zaman Xızır göyərtədən bir taxtanı qopardı. Musa narahat halda: Sən nə edirsən? Gəminin batmasını istəyirsən? Onlar ki, yaxşılıq edib bizi gəmiyə götürmüşdülər. Həqiqətən sən pis bir iş gördün. Mən demədimmi ki, sən mənim yanımda səbr edə bilməzsən? Dedi. Musa vədini unutduğu üçün çox utandı. Gəmi limana yaxınlaşdıqda düşdülər. Yenə yola düzəldilər. Nəhayət bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: Heç kimi öldürməmiş tərtəmiz bir cana mı qəsd etdin? Həqiqətən sən çox pis bir iş gördün. Xızır dedi: Sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən? Musa və Xızır yollarına davam edib bir kəndə çatdılar. Nə yeməkləri, nə də pulları var idi. Çox acmışdılar. Kəndlilərdən yeməyə bir şey istədilər. Amma heç kəs onlara pulsuz bir şey vermədi. Çarəsiz halda yollarına davam etdilər. Qarşılarına əyri və divarları az qala yıxılan bir ev çıxdı. Xızır tez torpaq gətirib su ilə qarışdırdı, palçıq hazırladı. Musa ilə birlikdə divarı düzəltdilər. Musa yenə dayana bilmədi. Dedi: Əgər istəsəydin, əlbəttə onun müqabilində bir muz dalardın. Xızır gülümsəyərək: Bu mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Deşdiyim gəmi barədə deyim ki, həmin gəmi dəniz ticarəti ilə məşğul olan bir neçə kasıbın idi. Gedəcəkləri limanda yaxşı gəmiləri zorla sahiblərindən alan bir zalım hökmdar var idi. Ona görə gəmini deşdim ki, köhnə kimi görünsün. Kasıblar ziyandan qurtarsın. Oğlan uşağına gəldikdə isə onun ata-anası mömin idilər.
Biz uşağın böyüyəndə valideynlərini azğınlığa və küfrə sövq etməsindən qorxduq və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli bir övlad verməsini istədik. Əyilməkdə olan divarı düzəltdiyim ev isə kənddə yaşayan 2 yetim uşağın idi. Divar altında atalarına aid qızıl xəzinəsi var idi. Xəzinəni uşaqlar həddi buluğa çatandan sonra götürməlidirlər. Əgər divarı düzəltməsəydim, o uçacaq və xəzinədən hər kəs xəbər tutacaqdı. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur. Musa peyğəmbər Xızırdan çox şey öyrəndi. Onu tanıdığı üçün Rəbbinə şükür etdi. İsrail oğullarından bir nəfər ulağı ilə birlikdə uçub dağılmış, xaraba qalmış bir kənddən keçirdi. Orada heç kəs yox idi. Adam öz-özünə dedi: Görəsən Allah vaxtı ilə burada yaşayan insanları necə dirildəcəkdir? Adam Allahın insanları dirildəcəyinə şübhə edirdi. Allah ölüləri necə dirildəcəyini göstərmək üçün adamın və ulağının canını aldı və onlar öldülər. Adam və ulağı 100 il ölmüş halda həmin yerdə qaldılar. Sonra Allah adamı dirildib olduğu yerdə nə qədər qaldığını soruşdu. Həmin adam bir gün qaldığını söylədikdə Allah ona 100 il ölü halda qaldığını bildirdi. Allah ona yemək içməyini göstərdi. Yemək içmək təzə qalmışdı. Sonra Allah ona ulağını göstərdi. Adam ulağının sürsümük olduğunu gördü. Kişinin gözləri qarşısında ulaq canlanıb əvvəlki halına qayıtdı. Heyrətdən özünü itirən adam Allahın insanları öldükdən sonra dirildə biləcəyinə inandı.